Salam, xoş gördük. Birol İnformasiya kanalının dinləyiciləri. Bugünkü söhbətimiz İranda dünən olmuş seçkilərlə bağlıdır. Bildiyiniz kimi 19 may 2017-ci il İranda prezident seçkiləri oldu və yenə də Həsən Ruhani, yəni İranın prezidenti yenidən prezident seçildi. Bu seçimləri İranın müxalifətinə aid olan təşkilatların çoxu boykot etmişdilər. Eyni zamanda Güney Azərbaycan təşkilatları da müxalifətlə eyni mövqedə idilər Ruhani məsələsində. Amma buna baxmayaraq 41 milyondan artıq adam bu seçkidə iştirak etmişdi. Əlbəttə İran rejiminin rəsmi məlumatına əsasən və həm də əgər molla faktlarına inanmaq olarsa. İran bu rəqəmə dayanıb belə bir nəticə alır ki, xalq İran rejimini dəstəkləyir. Diqqət etsək ki, İrandakı bütün müxalif təşkilatlar bu seçkinin əleyhinə idi. Necə oldu ki, 41 milyondan artıq bu seçkidə iştirak edib. Bütün bu suallarımıza aydınlıq gətirmək üçün Babək bəyi dəvət etdik ki, suallarımıza cavab versin. Babək bəy, xoş gördük sizi. Mən də çox təşəkkür edirəm, sağ olasınız, var olasınız. Siz bu məsələyə necə baxırsınız? Bilirsiniz, mən məcburam bir balaca izahat verəm bununla əlaqədar. İranın İslam hökuməti həmişə belə nişan verər ki, millət, İranda yaşayan xalqlar bu seçimlərdə iştirak eləmə vasitəsilə öz himayətlərini nişan verirlər İran hökumətinə. Ona görə bunlara çox əhəmiyyət daşır ki, bu seçimlərdə iştirakçıların sayı çox ola. Elə buna görə də görürük, tamam dövlət adamları, informasiya vasitələri, hətta dini rəhbər təkid edir ki, İranda yaşayan insanların milli, əxlaqi və dini vəzifəsidir ki, faal bu seçimlərdə iştirak edirlər. Amma siz əgər baxsaz, İranda seçimlərə uluslar arası gözləm, yəni biz deyirik beynəlxalqi nəzarət yoxdur. Ya opozisiyona aid olan qüvvələrin bu seçimlərə gözləmi yoxdur. Yəni bunun üstündə heç bir kontrol yoxdur. Ona görə bura verən amar inanmaq olmaz. İrana aid olan informasiya vasitələri belə göstərirlər. Bəzi o yerləri göstərirlər ki, xalq uzun sıralarda durublar, istəyirlər gedərlər, səs salalar. Sonra belə nəticə deyirlər ki, 41 milyondan artıq iştirak edib. Hər hal bunu biz nə təsdiqləyə bilirik, nə də rədd edə bilirik. Çünki İranda ancaq seçimlərlə əlaqədar yox, çox məsələlər var. Məsələn, işsizlərin sayı, ya sokaklarda yatan çocuqlar. Bu barələrdə ki, rejimin öz məsləhətin nəzərə, öz nəfin nəzərə alıb, o düzgün istatistiki məlumatı vermir. Amma hər halda az ya çox, biz bilirik ki, bir tədad gediblər, iştirak ediblər. Burada şayət bu sualı belə qoymaq ola bilər. Bunlar niyə şirkət ediblər? Hala sayıyla asılı olmadan, az ya çox. İranda, Əlicə xanım, İsveç kimində, İranda əgər bir fərd istəyir ki, gedə seçimdə şirkət eləyə, gərək özünlə kimlik kartını apara. İsveçdə kimlik kartı bir balaca vizit kartı kimindir, yəni ona möhür vurmaq olmaz. Səndə də var, məndə də var, hamımızda. Amma İranda kimlik kartının bir məxsus səhifəsi var ki, orada yazılıb seçimlər. Bir fərd ki, gedir seçimdə şirkət edir, orada möhür vururlar. Hətta bu seçimlərlə əlaqədar seçimlər hökumət orqanı bir bəyaniyyə verdi bir il. Dedi o adamların ki, o kimlik kartında o seçimlər səhifəsi dolub möhürünə, yer yoxdur. O möhürü vurun o izahat səhifəsinə. Kimlik kartının bir izahat səhifəsi də var. Bu çox mühümdür. İranda yaşayan insanların çoxu gənc idilər.
çoxu təzə universitetini bitiriblər, okulu bitiriblər, istəyirlər bir yerdə iş tapalar, özlərinə ailə qururlar. Onlar xüsusən hökumət orqanlarına aid olan yerdə iş axtaranda birinci onların bu kimlik kartına baxırlar. Kimlik kartını açırlar, baxırlar o seçimlər səhifəsinə bu möhür vurulub ya yox. Əgər o möhür vurulmuyub, bu mənadadır ki, bu fərdin təmayülü var opozisyona. Çünki opozisyon qrupları deyiblər ki, bu seçimlərdə iştirak eləməyin. Ona görə çoxları əgər gedirlər, xüsusən gənclər şirkət edirlər bu seçimlərdə, o mənada deyil ki, bu hökumətdən himayət edirlər. Bunlar öz fərdi mənfəətlərini nəzərə alıb, özlərini qorumaq üçün gedirlər, şirkət edirlər. Bundan əlavə İranda inqilabdan sonra silahlı qüvvələrdə, tamam hökumətə aid olan hökumət orqanlarında bir şöbə var, deyirlər əqidə və siyasət şöbəsi. Bunun işin nizarəti olar ki, insanlar siyasi görüşləri nədir, əqidəsi nədir? Yəni bir növ fikir polisi demək ola bilər bunlara. Bunlar kontrol edirlər. İranda inqilab olandan sonra bunlar istəyə bir vəziyyət yaradılar ki, hamı bir-birindən qorxar. Ancaq eşikdə, küçə bazarda yox, sokaqlarda yox, hətta evin içində. Bir də mən sizə misal vurum. Məsələn, Urmuli din xadimi Hüccətülislam Həsəni, siz onun adını eşidibsiniz. Bu öz oğlun getdi şikayət elədi polisə, onu səbəb oldu tutula və edam ola. Bunlar da qəzetələrdə yazırdılar, baxın ataya, bu hökumətə xatir öz oğlun nümunəvi ata hökumət üçün, amma əslində idiot. Bəli, edamına səbəb oldu. Ya anaları görsədi də gedib öz oğlun zad eləyib, ya bacı qardaşını gedib əleyhinə şikayət eləyib. İstə bir vəziyyət yaradılar ki, adam evdə də qorxa. Əslində biz onu Sovet rejimində, əslində biz o Sovet rejimində gördük, kommunizmdə. Doğrudur. Bu cür bir vəziyyətdir. Bundan da əlavə, bu seçimlərin bir dənə də özəlliyi var idi. Bunlar həmişə bu cür elirlər. Yəni İranda seçimlər yaxşı ilə ən yaxşının, yəni iyi ilə ən iyinin arasında deyil. Çox vaxt pis ilə ən pisin arasındadır. Məsələn, bunlar özəlliyi bu idi. Bu dəfə bir Həsəni adını, Rəisə adlı din xadimi prezidentliğə namizədliyini vermişdi. Ona deyirlər qatil Ayətullah. O 1988-də minlərlə insanın edamına səbəb olub, qətlinə səbəb olub. Millətdə bəzi adamlarda da bu qorxu var idi ki, əgər bu seçimdə gedib şirkət eləməsələr, Həsən Ruhaniyə səs verməsələr, bu qatil Ayətullah, yəni bu rəisi ki, dini rəhbər də ondan himayət edir, bu çox səs gətirib prezident ola, vəzn ya bundan da daha pis xarablaşır. Mən bir məsələyə də işarə edirəm. Biz bir əhəmiyyətli faktı gözdən unutmamalıyıq. Xalqın, ölkədə yaşayan xalqın əksəriyyəti bu siyasi məsələlərdə çox aktiv olmurlar. Yəni başları öz yaşayışları ilə məşğuldur. Şayad İranda elə adamlar heç bilmirlər kim prezidentidir. Bilirsiniz, məsələn, mən sizə bir misal vurum. Siz, məsələn, Çauşeskunun görübsünüz də filmləri də var, YouTube-da baxa bilərsiniz. Şəhərin meydanında bir neçə min insan yığışıb, əvvəl onun nəfinə şüar verirlər Çauşeskunun. Bir neçə dəqiqədən sonra həmən millət dəyişilib, onun əleyhinə şüar verirlər. Hətta onun ölümün tələb edirlər. İranda da bu cür oldu. Məsələn, Musaddiq o zamanki şah rejimi, şah qoydu, qaçdı. İranda Musaddiq baş nazir idi. Millət çıxdı küçə bazarda onun nəfinə şüar verdilər. Bir neçə gündən sonra onun əleyhinə şüar verdilər. Bir ölkədə xalqın əksəriyyəti pasiv olur. Ancaq bir balaca hissəsi çox aktiv olur. Bu balaca hissəyə də o elitlər şamil olurlar. Siyasi partiyalar, yazarlar, aydınlar. Bu seçimlərin özəlliyi bu idi ki, opozisyon
opozisyonun əksəriyyəti, elitanın əksəriyyəti birlikdə bu seçimi boykot elədi. Amma keçmişdə bu cür deyildi. Məsələn, keçən prezident seçkilərində opozisyonun da içində ixtilaf var idi. Onlar da məsələn islahatçıdan danışırdılar, mühafizəkardan danışırdılar. Deyirdilər, ən pisin qabağında gəlin pisə səs verək, ya islahatçıya səs verək. İndi demək olar bir növ birlik. Mən demirəm 100%, bəli əksəriyyət, çoxunluq bu nəticəyə yetişib ki, İranda islahatçı ya konservativ mənasız bir şeydir. Bunlar eyni Pepsi-Cola ilə Coca-Cola kimi bir şeydirlər. İzin versəydiniz, mən növbəti sualımı sizə verərdim. Ruhani birinci dəfə prezident seçilərkən Urmuc gölü ilə bağlı Güney Azərbaycana vədlər vermişdi. Sözsüz ki, əməl edilmədi. Biz gözlədiyimiz nəticəni əldə edə bilmədik. İndi Güney Azərbaycanlıların ruhaniyə münasibəti necədir? Bilirsiniz, siz özünüz yazarsınız. Mən inanıram ki, siz Victor Hugo'nu tanısınız. Fransanın klasik yazarıdır. Onun bir məşhur sözü var. Deyir, şeytanın ikinci adı yalandır. Bilirsiniz, yalan bir topluma, yalan məlumat bir topluma silahlı düşməndən zərər və ziyanı artıqdır. Elə buna görə də siz baxsaz türklərin içində adət-ənənə idi. Xüsusən keçmişdə dua eləyəndə Tanrıya, onlar birinci duaları bu idi. Tanrı bizi yalandan qoru. Çünki bilirsiniz, bir silahlı düşmən gəlir səndən üz-üzə durub, sən bilirsən ki, özündən müdafiə eləməsən, o silahla vuracaq, səni öldürər. Amma bir nəfər ki, dost paltarı ilə gəlir, şirin yalanla, sənə yalan deməklə, səni alladır, onun zərəli o silahlı düşməndən çoxdur. Sən onun üçün iç yüzünü tanımırsan. İmkanı var o zaman ki, sən onun iç yüzünü tanıdın, gec ola. Sən zad eləyənməsən. Ona görə, indi siz baxsaz, mənim nəzərimə, indi İranda 2 dənə əsas prezident namizatı vardı. Bir qatil Ayətullah rəisi, bir də şeytan Ayətullah və Həsən Ruhani. Mənim nəzərimə heç önəmli də rəisi seçilərdi. Nə olacaq? Azərbaycana nə olacaq? Ya Həsən Ruhani seçilib nə olub? Ona görə bizim millət çıxış yolun bu cür yalancı ya bu cür qatil insanların yanında axtarmaları da özlərinə güvəni, inamı olmalıdırlar. Ta eləyələr öz istəklərinə yetişirlər. Keçən dəfə mən sizinlə danışanda xatırlatdım ki, İranda, xüsusən Güney Azərbaycanda bir güclü opozisyon olmalıdır. Millət kütləvi etiraz aksiyonları ilə məcbur eləməlidir hökumət dalıya otura, onların istəklərini gerçəkləşdirə. Babək bəy, ümumiyyətlə Güney Azərbaycanda prezident modeli hansıdır? Yəni necə? Yəni biz başqan seçərkən hansı dəyərlərə üstünlük verməliyik? Bilirsiniz necədir? Bizim müstəqil dövlətimiz yoxdur. 1946-cı ildə milli hökumətimiz 50.000 adamı öldürmək şərti ilə fars rejimi deməli hökumətimizi məğlub etdi, susturdu. Amma bizim dövlətimiz işğal olunub. Özü milli hökumətimiz, demokratik bir milli hökumət. Bugün Güney Azərbaycanlılar 70 ildən sonra özlərinə hansı bir dövlət modeli ideoloji baxımından qururlar? Orada siz bilirsiniz bizim için... Məsələn, farslar molla rejiminə üstünlük verirlər. Bizimki hansıdır? Bizim tamam siz bu etiraz aksiyonlarına baxaz, mahiyyət baxımından sekulardır. Bizim hərəkətdə din xadimləri rəhbərlik eləmirlər. Bəli, din xadimləri də var. Məsələn, Hüccətülislam Əzimi, Qədimi. Ona böyük sayğı var. Vəli ümumi halda bizim hərəkət birdən məsələn eləyə bilir ətraf mühitinin əsasında, məsələn, Urmuc gölünün quruması ilə orada yüz minlər insan hərəkətə gələ, çox geniş etiraz aksiyonları olar, xüsusən Urmiyyədə millət kütləvi formada çıxdılar, boşalınan hökumətin məmurları ilə savaşırdılar.
Bu nişan verir bizim hərəkət mahiyyət baxımından elə Məmməd Əmin Rəsulzadə yaratdığı hökumət ya Pişəvərinin yaratdığı hökumət onların davamıdır. Yəni mahiyyət baxımından. Vəli indi bizim Güney Azərbaycan İranın çərçivəsində yerləşir. Bizim özümüzə aid istəklərimiz var. Eyni halda da çünki indi o coğrafiyadayıq. Orada bir rejim var, başqa xalqlar da var. Farslar var, Kürdlər var, Bəluçlar var, Ərəblər var, Yaşıllar. Bəzi bizim müştərək yerlərimiz də var başqa. Xüsusən İran rejimi indi neçə milyon silahlı qüvvə, bir dənə ideolojik silahlı qüvvə yaradıb. Hər kim bir söz deyir, onu tutur, çox ağır baskıya, təzyiqə məruz qoyur. Bu çox əhəmiyyəti var. Hətta bu rejimin şərrindən qutulmaqla biz başqa millətlərlə gərək əməkdaşlıq edək. Sonra biz hansı modelistlik quraq, hökumət demək ola bilər o başqa periodda bir azad şərait yaranmalıdır. Xüsusən Güney Azərbaycanda. Çünki mən indi çox rahat indi sənə fikrimi deyəm, mən necə bir hökumət istəyirəm. Amma indi Güney Azərbaycanda azad şərait yoxdur. Azad şəraitdə millət gərək öz fikrin deyə, nə istəyir, necə hökumət istəyir. Onda da təbii də onların istəyinin əsasında o hökumət Güney Azərbaycanda formalaşacaq. Çox sağ olun cavabınız üçün. Babək bəy, bir məsələni xatırlatmaq istəyirəm. 29 apreldə İstanbulda bir terrorist əməliyyat oldu. Bu əməliyyatda əslən İran vətəndaşı olan Səidi Kermiyan və onun yanında küvetli bir ərəb taciri deməli terrora yetirildi, qətlə yetirildi. İndi belə bir informasiya yayılır ki, onları qətl edən terroristlər İran rejiminin məmurlarıdırlar və Serbiyada saxta pasportla tutularaq Türkiyəyə təhvil veriliblər. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə bu məsələyə münasibətiniz necədir? Nədən terror əməliyyatı həyata keçirilir? Bəli, bu Səid Kərimyan ki siz dediniz, Səid Kərimyan özü dəfələrlə, əlbəttə milliyyəti onun farsdır, dəfələrlə deyib ki, mən siyasətlə maraqlanmıyorum. Amma onun bir peyk vasitəsilə 50-dən artıq TV kanalı var idi. Ancaq bir kanal yox. Demək 50 satelit vasitəsilə bir adamın. O onun rəhbəridir. Ona deyirlər Cem qrupunun rəhbəri, Cem deyirlər bu qrupa. O 50-dən artıq TV kanalı var idi fars dilində. Xüsusən Türkiyədə yayılan, düzələn TV serilərin tərcümə edildi farsı dilinə, yaydı mahvarədən və İranda da hətta çox adam ona baxırdı. Ona hüdudən 6 il bundan öncə, keçən il üzr istəyirəm, keçən il İranda İnqilab Məhkəməsi Səid Kərimyanı 6 il həbsə məhkum eləmişdi. Əlbəttə Səid Kərimyan olmadan, çünki o İranda deyildi. Onda Türkiyədə yaşırdı. Ona da ittiham belə vurulurdu ki, bu o TV proqramları ilə, bəstələ serilərlə o İslami ərzişlərə, dini dəyərləri təhlükəyə salır, onları beyindən aparır. Sonra gəldilər bu hökmü verəndən sonra durdular, ona belə bir dosya düzəltdilər, İrana hökumətinə aid olan qazetələr ki, bu güya xalq mücahidləri ilə əməkdaşlıq edir. Əlbəttə bu heç vaxt xalq mücahidləri ilə olmayıb. Əlbəttə özü də bunu təksib edib. İran gedib, İranda Hizbullah getdi, Ərəbistanın böyük elçiliğin işğal edəndən sonra buna gənə də bir dənə ittiham vurdular ki, bu Ərəbistanla da əlaqədədir. Sonra ittiham vurdular ki, bu əxlaqi problemi var. Buna istədilər, yəni belə nəzərə gəl, bunları yəni bir-birinin kənarına qoyanda bu İran hökumətinə böyük təhlükə sayılırdı. Düzdür, siyasi adam deyildi. Vəli o bir dənə yaşayış tərzin təbliğat edirdi ki, orada o konservativ qüvvələr, onlar ki, İranda hakimdilər, onların düşündüyü siyasi İslamdan zidd idi.
Ona görə onlarda bir güclü motiv deyirsiniz. Motiv var idi ki, bunu öldürmək. Çünki bu cür bir terroristi əməl baş verəndə, çünki 2 nəfər gəliblər bunun arabasının qabağını bağlayıblar başqa araba ilə. Sonra buna 27 güllə vurublar. Özləri də başlarını bağlamışdılar. Yəni maskalı şəxslər. Maskalı formada. Sonra gediblər başqa yerdə, o maşını da oğurlayıblar başqa yerdə İstanbulda. Sonra onu da ota çəkiblər. Yəni polis bunları tutanmıyor. Bu nişan verilir ki, bu planlı şəkildə həyata çox planlı işi bacaran adam hərfəyi formada eləyiblər. Sonra demək ola bilər bu bir qətl olanda polis gəlir, tamam o ehtimallara baxır. Kimin çox güclü motivi var? Yəni burada İrandan sonra, İran hökumətindən sonra bir başqa qrupun, fərdin elə bir güclü motivi yoxdur gələn onu öldürə. Ona görə də bunlar da niyə saxta pasportla gediblər Serbiyaya? Ona görə ki, bunlar İrana gedəndən sonra izi itirərlər. Çünki əgər birbaşa İstanbuldan, Türkiyədən getsəydə İrana, sonra imkanı vardı polis axtara, baxa bunlar qaçıblar İrana, bəs İranın vətəndaşıdırlar, bəs bunlar İranın əli var. Onlar buna görə saxta pasportla Serbiyaya getməklə istəyiblər o izləri itirərlər ki, bunu tutublar. İranda icazə verin, mən bir dənə izahat verim. İranda inqilab olandan sonra gəldi bir terror və adam oğurlama şəbəkəsi yaranıb. Bu şəbəkə xüsusən Türkiyədə dəfələrlə o opozisiyona aid olan fərdləri terror edib, öldürüblər. Bəzi vaxt adamları tutublar, oğurlublar, götürüblər, aparıblar İrana. Bir nümunə, bir fərd idi, mən adını unutmuşam. Onu götürüb qoymuşlar maşının, alqolun bağlayıblar dal sandığına, Türkiyədən istimiş apararlar İrana. Bir yerdə gedirlər, benzin vuranda o adam havarda salır və hər hal orada adamlar gəlirlər, polis gəlirlər, bunun canı orada qutulur. Yəni İranda bu cür bir terror şəbəkəsi var. İndi İranda da o islahatçı adlandıran qüvvə, o cümlədən məsələn Məhəmməd Xatəmi ya Həsən Ruhani ki, bəziləri onu islahatçı bilirlər, bir kələmə bu terror və adam oğurlama şəbəkəsinə işarə eləməyiblər. İndi biz bilmirik. Bu terror şəbəkəsi İranın təhlükəsizlik nazirliyinə bağlıdır. İranda bu Qods ordusu var. Ona bağlıdır. İnqilab keşikçilərinə bağlıdır. Kimə bağlıdır? Onu bilmirik. Ancaq İranda, Elizə xanım, bu son 60-70 ildə o ölkələrdə ki, diktator hökumət olub, bu cür bir terror və adam oğurlama şəbəkəsi yaradıblar. Misal üçün Şilidə ya Güney Afrikada. Şimali Koreyada. Misal üçün məsələn Şilidə bir dənə bu cür terror şəbəkəsi yaranmışdı. Gedirdilər ölkənin daxilində, hətta qonşu ölkədə adamları müxalif tutuda bəzi vaxt qoydular helikopter isə aparırdılar şəhərdən eşiyə bir yerdə ki, o havadan alqolun bağlayıb atırdılar yerə. O tərəf eyni halda ölürdü. Əgər diridə qalsaydı, o yırtıcı heyvanlar gəldi, onu yeyirdilər. Burada iki halət var. Bu cür terror şəbəkəsi, adam oğurlama şəbəkəsi aradan gedir. Yəni bir dənə hökumətin öz içində islahatçı qüvvələr o qədər güclü olarlar, gələrlər etiraf eləyərlər ki, bu cür bir terror şəbəkəsi var, bu gərək gedə. Siz bilirsiniz, Bakıdansınız. Məsələn, Xoroşçov o zaman ki, gəldi hökumətə, Komünist Partiyasının 20-ci konqresində Stalin cinayətlərini məhkum elədi, söz verdi ki, o gizli polisində islahat aparır və bu işi də gördü. O icbari iş qərargahlarını bağladı, çox siyasi məhbusları azadlığa buraxdı və o gizli polisində çox radikal islahat apardı. O terror və adam oğurlama şəbəkəsi ki, Stalin zamanı yaranmışdı, o aradan getdi. Ya da başqa halda bundan ibarətdir ki, opozisyon gələ, qüdrəti əlinə keçirə və bu terror və adam oğurlama şəbəkəsini aradan aparır. Misal üçün Şilidə opozisyon gələndə ya Güney Afrikada opozisyon gələndə
Onlar gəldilər bu terror və adam oğurlama şəbəkəsini ifşa elədilər və onun işini dayandırdılar. İranda heç kim bu, yəni yasaqdır bu barədə danışma. Onlar özləri danışmırlar. Yəni bu terror və adam oğurlama şəbəkəsi var. Çün var. Bu hər zaman eləyə bilər. Müxalifləri ölkənin xüsusən daxilində ya xarici ölkələrdə terror eləyirlər. Babək bəy, siz çox gözəl nümunələr göstərdiniz. Rusiya, Şimali Koreya, Çili və digərlərini. Biz indi necə ümid edək ki, bu prinsip, yəni gizli polisin əməlləri yaxın zamanda İranda da açılacaq. Bilirsiniz ki, orada ən çox zülm çəkən bizim 40 milyonluq Güney Azərbaycan türkləridir. Gənclər əsasən mədəni fəallar, yəni ana dili okulları, ana dilində konuşmanı ictimai yerdə istəyən gənclərimiz, yəni ziyalı gənclərimiz, aydınlarımız zindana salınırlar və əzaba, işgəncəyə məruz qalırlar. Buna son verilməyini biz arzu edirik və bunun üçün əlimizdən gələni etmək istəyirik. Yəni gizli polisin əməliyyatı etdiyi bu gizli əməliyyatlar aşkarlansın və sona yetsin, nöqtə qoyulsun. Ümidvarıq ki, yaxın zamanda biz bunu da görə bilərik. Bəli, mən sizə bir başqa misal da vurum. Çünki Güney Azərbaycandan dediniz. Bəli, neçə il bundan öncə Çəngiz Bəxtəvər özü bir açıq məktub yazdı və orada qeyd elədi ki, İranın təhlükəsizlik orqanları imkanı var onu qətlə yetirələr. Əlbəttə biz burada çox nigaran olduq bu məsələdən. Mən bəzi milli fəallarla danışdım. Dedik, bəlkə bu Çəngiz Bəxtəvərlə biz danışaq, bunu razı eləyək ki, bu İranı tərk eləyək. Çox təəssüflə biz ta özümüzə gələk, onunla danışaq ya onu razı salaq ki, ölkəni tərk eləyək, çox şübhəli formada qətlə yetişdi. Düzdür. Babək bəy, sizin demək istədiyiniz söz varmı bizim dinləyicilərə? Mən təşəkkür edirəm, sağ olasan. Çox əhəmiyyətli suallar dediniz. Lazım idi bunların barəsində fikir mübadiləsi aparmaq. Digər İstəkli dinləyicilərimiz, əvvəldə qeyd etdiyim kimi, bugünkü söhbətimiz 19 may 2017-ci il İranda olmuş seçkilərlə bağlı idi. Sözsüz ki, biz Həsən Ruhanini bu seçkidə qalib gəldiyi üçün təbrik etməyəcəyik. Çünki əvvəlki seçkidə verdiyi vədlərin heç birinə əməl etmədi, bizim milləti aldatdı. Bugünkü söhbətimizin qonağı Babək Azad idi. Babək bəyə təşəkkür etməmişdən əvvəl bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bugünkü söhbətimizin məqsədi nə idi? Məqsədi onda idi ki, hər 4-5 ildən bir seçkilər zamanı baş qaldırıb öz fikrimizi prezident haqqında deməmək. Ümumiyyətlə, Güney Azərbaycan məsələsi gündəmdə olmalıdır. Hər gün, hər zaman, hər dəqiqə bunun haqqında danışmalıyıq. Unutmayın ki, saysız hesabsız gənclərimiz, Güney Azərbaycan gəncliyi İran zindanlarında çürüyür. Diqqətinizə görə təşəkkür edirəm.